Kolposkopiya müayinəsi nədir? Bu haqda çoxlu saylı videolar hazırlasam, postlar paylaşsam da yenə də suallarla müraciət edirsiniz. Bəzən bu müayinəni kolonoskopiyada səhv salan xanımlarımız var. Kolonoskopiya müayinəsi buradan demək istəyirəm ki, bağırsaq müayinəsidir. Kolposkopiya müayinəsi isə uşaqlı boynun müayinəsidir. Uşaqlı boynunda uzun müddət mövcud olan patoloji proseslər illər sonra uşaqlı boynun xərçənginə səbəb ola bilər. Və burada əlbəttə ki, HPV analizi, pap test analizi də önəmlidir kolposkopiyanın yanlış aparılması. Çünki uşaqlıq boynu xərçənginin yaranması məhz HPV virusunun təsirindəndir. HPV virusu təsir edərək uşaqlıq boynunu zədələyir və illərlə xanımlar bundan xəbərsiz olur. İllər sonra isə artıq uşaqlıq boynu xərçəngi rast gəlir. Məhz bu səbəbdən də kolposkopiya müayinəsi aparılmalıdır ki, uşaqlıq boynu patologiyalarını xərçəng yönü mərhələdə təyin etsin və onun xərçəngə çevrilməsini qarşısını alsın. Çox dəyərli bir müayinədir əziz xanımlar. HPV və pap test müayinələri də aparılası müayinələr olması halında belə kolposkopiya müayinəsi yenə də ən dəyərli müayinə hesab olunur və öz dəyərliyinə görə təbii ki, bu müayinələri də üstələyir. Ona görə də hər bir xanımı kolposkopiya müayinəsindən keçməyə çağırıram. Çünki sadə ginekoloji müayinə ilə uşaqlıq boynu patologiyalarını təyin etmək mümkün deyil. Mütləq kolposkopiya müayinəsi aparılmalıdır.